Dəyərli dostlar, xoş gördük sizləri. Bugün Xırdalanda ən elit sayılan küçələrin birində, Milyonçular məhəlləsi deyilən həmən o ərazidə kupçalı 4 otaqlı bir evimiz satılır. Ev axtararkən adətən əsas diqqət etdirilməli məsələlərdən biri küçəsidir, küçələrin geniş olmasıdır, yerləşmə yeridir, evin tikintisi keyfiyyətidir, sənədidir. Deyəcəm, bu evə ustala gəlin, baxın, amma ustanın da əlavə yormağa ehtiyac yoxdur. Tam olaraq etibarlı bir tikinti, bütün tikinti standartlarına, normativlərinə uyğun qaydada inşa olunmuş, kupçalı 4 otaqlı 2 mərtəbə evdir. Son daşa kimi qoşadaşdır, ön cərgədə yerləşir və bugünkü gündə ipotekası ayrılan dostlarımız da bu evlə bağlı bizə müraciət edə bilər. Sənədlər tam olaraq qaydasındadır, ipotekaya yararlı sənədləri var. Rahat şəkildə həyətinə avtomobil daxil ola bilir. 4 otaq, kupçalı, 2 mərtəbəli ev. Evin xarici görünüşü ilə tanış olaq ilk başda. Deyərdim ki, satışda olan Xırdalanda ən ideal evlərdən biri də budur. Əgər siz 90-100 min civarında ev axtarırsınızsa, həyət evi ən ideal təkliflərdən biridir. Bir avtomobil daxil ola bilir, zirzəmi hissəsi var, tanış olaq. Gəlin keçək evin yaşayış sahəsinə. Birinci mərtəbə ilə tanış olaq. Ən sonunda da ikinci mərtəbə ilə tanış olub videonu yekunlaşdıraq. Sonuncu dəfə evin həyət hissəsi ilə tanış oluruq. Birinci mərtəbənin dəhliz sahəsidir, ikinci mərtəbəyə qalxan pilləkənlər. Baxın, bu formada evin dəhliz sahəsi var. Gəlin sağdan vaxt itirmədən başlayaq bir-bir tanış olmağa. Burada qonaq otağıdır, geniş işıqlı bir qonaq otağı var. Videodan bilmirəm, izah edə bilirəm, təmir işləri çox səliqəli aparılıb. Qonaq otağı ilə tanış olduq. Birinci mərtəbədə yerləşir qonaq otağı, mətbəx, sanitar qovşaq və bir ədəd pilləkənin altında köməkçi boş sahə. Burada evin mətbəx sahəsidir, geniş işıqlı bir mətbəx sahəsi var. Burada sanitar qovşaq, qaz, su, işıq, bütün kommunallar ərazilərdə fasiləsizdir. Mərkəzi kanalizasiya sisteminə qoşulub. Geniş asfalt küçələrdir. Burada pilləkənin altında əlavə boş sahədir, köməkçi sahə. Hərəkət edək ikinci mərtəbəyə. İkinci mərtəbədə 3 yataq otağı, sanitar qovşaq, dəhliz və eyvan var. İkinci mərtəbənin işıqlarını yandıraq və tanış olmağa başlayaq.